Allah'a and olsun, bax bu cücəni nə paylaşıramsa onu sizə göndərirəm. Deyirsiniz reklamda cücən yekəydi, burada əlbəttə yekə düşür. Sən mənə göndərədə cücə balacadır. Qadan mən çolpa satmıram amma mən cücə satıram. Serebris cücələrimizdir, 3 günlükdürlər. Qiymətləri də 1 manat. Bunların behin veriblər, sabah gəlib aparayarlar. Bax bu cücələri istəyib. Deyək bax. Bu cücələr və mütləq bax bu cücələrə broiler yemi verməyin. Broiler yemi yağlıdır. Bu cücələrə broiler yemi verən də bunların çatdırmalarımızda 100 dənə alana pusudur çatdırılmamız. Amma biraz da bel eləsəniz, yəni çatdırılma eləməyəcəm. Niyə? Salamlayıram değerli dostlar. Yine Teyyipçinin yanındayıq. Cüce satışı olacak. Videonun sona kadar izleyin. Teyyipçi sizlere hem böyle deyək, cüce saxlamaq haqqında məlumatlar da verir. Hem de ki öz satdığı cüceləri tanıdır, qiymətlərini də deyir. Mikrofon verim Teyyipçiyə, sən özün izləyicilərimizə cinslərin adlarını deyir, qiymətləri deyir, necə saxlayacaq onu da izah elə. Salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli müştərilərimiz. Hoş gəlmişsən sən də mübariz qardaş. Allah köməyiniz olsun. Əliniz qolunuz ağrımasın, var olasınız. Yenə də cücələrimizin çəkilişini eləyirik dostlar. Bu günlər ayın biridir. Allah'ın izni fevral ayının biridir, 2026-cı il. Dostlar, burada Xarkov cücələrimiz var, tam orijinal 1 manat 80 qəpik. Bax, tam orijinal 1 manat 80 qəpik. 100 dənə alana da çatdırılmalarımız var. Burada Avstralok cücələrimiz var. Bax, gördüyünüz kimi təmiz Avstralok cücələrimizdir. 1 manat 60 qəpik. Çatdırılmalarımızda 100 dənə alana pusudur çatdırılmamız. Amma biraz da bel eləsəniz, yəni çatdırılma eləməyəcəm. Niyə? Qoy lider 55 cücələrimizdir bunlar da 1 manat 40 qəpik. Niyə çatdırılma eləməyəcəm, izah edeyim. Çünki mən deyirəm kət cücəsinə çatdırılma yoxdur. Deyirsiniz mən 300 dənə cücə alıram, sən çatdırılma elə. Deyirəm ki, mən kət cücəsinə çatdırılma eləmirəm. Artıq dərəcədə xahiş edirəm. Kət cücəsi kim istəyirsə 70 qəpikdir. Qoyun maşına göndərim, orada götürsün, pulunu da versin. Maşın pulusunu da versin, cücənin pulunu da. Yəni cücə 80 qəpiyə gələcək başa. Kət cücəsi. Yəni ona görə də xahiş edirəm kət cücəsinə görə, yəni deməyin ki, mən bundan 20-dən alıram, ondan 20-dən alıram. Yəni bu cücələrə çatdırılmamız var. Bir gənə izah edirəm dostlar. Bax, bu gördüyünüz temperatur ölçəndən mütləq alın. Qarovkanın içində cücə saxlamayın. Xahiş edirəm, cücə qarovkanın içində cücə olmaz. Bir dənə yumurta qarovkası qoymuşsunuz, 100 dənə cücəni doldurmuşsunuz, sonra deyirsiniz bu cücə ölür. Arkadaş, bu cücə öləcək də, bu cücənin yeri belə olmalıdır. Çəpranı qadan alır. Cücənin yeri belə olmalıdır. Sən 100 dənə cücə almırsansa, bu boyda yerin olmalıdır. Burada 32 dərəcə, baba bu yerdə, bax buranı çək başınadır. Bax burada 32 dərəcə olmalıdır. İzah eləyirəm, bir dəfəni bilin, xahiş eləyirəm. Bax burada 32 dərəcə isti olmazsa bu cücə öləcək. Çünki 28 dərəcədə bu cücə ölməlidir. Bu 36, 35 dərəcə, 32 dərəcə istəyinə bu cücə yumurtadan çıxır. Bu çıxırsa, sən bunu 28 dərəcə bir gün cücədir qoyursansa bu ölməlidir, mütləq ölməlidir. Buradakılar hansıdır? Buradakılar serebris hamısı. İçində 5-6 dənə lider zad var. Serebris cücələrimizdir, 3 günlükdürlər. Qiymətləri də 1 manat. Kim istəsə, yenə deyirəm, şəhər və rayonlara çatdırılmamız var, pulsuzdur, 100 dənə alana. Bunlara diqqət eləyin. Bir də cücənizdə nəsə bir problemi olanda, getməyin baytara. Baytar çoxsu sisalladır. Bayaq zəng eliblər ki, deyir, mənə 4 dənə 500'lük lasota verib, deyir, apar qat 4 litr suya. 4 litr suya da qatdım, deyir, cücələr hamısı öldü. Elə olmur axı. Bilmədiyiniz şey, bir də nə olacaq ki? Əskilik deyil, bir dənə WhatsApp-a yazırsınız ki, qardaş, səndən cücə almışam, bax bu vaksin almışam, mən bunu nətər qatım suya? Mən o sənə cavab verəcəm. Yəni, elə şeylərə görə, yəni, çəkinməyin, narahatçılıq da yoxdur, zəng eləyin, problem yoxdur. Mən nə izahçısı eləyəcəm. Deyir bu cücələri aldılar, apardılar. Bunlara hansı yemlə versinlər? Mütləq və mütləq, bax bu cücələrə broiler yemi verməyin. Broiler yemi yağlıdır. Bu cücələrə broiler yemi verən də bunların arxası mütləq və mütləq batır. Bağlanır. O da yağlıdır. Bu cücə elə bir ki, belə götürək də dizel maşına gətirib benzin tökürsən. Bu olmaz.
Ona görə də xahiş edirəm, serebris başlanğıc verin bu cücələrə. Broiler yemi vermeyin. Broiler yemi verəndə hökmən bu cücə sonra problem yaşayır, sonra ölür, falan eləyir. Pul verirsiniz də, yəni sizə görə deyirəm, mənim üçün bir şey yox. Bir də xahiş edirəm, biz cücəni satdıq, cücəni sizə verdik, pulumuzu aldıq. Ondan sonra, yəni ki, bizim alverimiz qutardı. Nəsə bir problemin olsa məni narahat elə. Yəni, dəqiqə başına zəng elib, falan şey belə getdi, bu cücə belə gəldi. Bax, burada nə cücəsi paylaşıramsa, Allaha and olsun, bax, bu cücəni nə paylaşıramsa, onu sizə göndərirəm. Deyirsiniz, reklamda cücə yekəydi, burada əlbəttə yekə düşür. Sən mənə göndərədə cücə balacadır. Qadağan, mən çolpa satmıram, amma mən cücə satıram. İlk günlərdə satsan da 3 günlük, 2 günlük. Ki, belə satırıq. Bu deyil, məsələn, burada cücələrimiz var, Avstral cücəsi. Bunların behin veriblər, sabah gəlib aparayarlar. Bax, bu cücələri istəyib, deyil, bax, bu cücələri istəyib, saxladıb, gəlib aparayaq sizə. Bunlar 3 günlük rahat var, hə? Hə, 3 günlükdür. 3 günlükdür. Bu cücələrimizdə. 1 günlükdür. Hə. Bunlar 1 günlükdür, bu gün çıxanlar. Yəni, mütləq və mütləq xahiş edirəm. Bax, bu temperatur ölçənlə alın. Cücələrinizdə dediyim yemi verin. Dərman mütləq və mütləq. Əgər yeri isti olanda, vallahi dərman lazım olmur. Bəli, prostoy su. Hə, yəni ki, prostoy su polunu bəs eləyir. Bir də, bax, oranın çək başındadır. Cücənin yerinə, bax, o vedrada görsən, biz bura su qoymuşuq. Bax, o suyu çək. Görürsünüz, o vedrada mən su qoymuşam. Buranın içərinin temperaturası ilə o su adi krandan götürdüyümüz sudur da. Krandan götürdüyümüz su, qaynamış su deyil, ha, heç nə. Sadəcə olaraq, adi elə belə sudur. İçərinin temperaturası, məsəl üçün, burada deyək ki, 35 dərəcə isti varsa, orada da indi o su olur, haradasa, belə götürək də, 32-33, buranın temperaturasında. Həmən oradan doldururuq suyu, qoyuruq qavaqlarına, içirlər. Yəni, qeyb krandan su doldurub, gətirib qoymayın cücənin qabağına, o da cücəni qırır. Yəni, buz kimi su olmaz. Belə, istəyənlər əlaqə saxlasınlar, bizləri bəyənin, takip atın. Hansı günlər satış olacaq? Tünlü günlərdə çıxışlarımız var, hər gün çıxışlarımız var. Sadəcə olaraq mərhələ-mərhələ. Siz zakazlarınızı verirsiniz, bir gün bəri, bir gün o tərəfə cücələrinizi göndərirəm. Zəng edirəm ki, sizə cücə göndərirəm, əvvəlcədən. Səhərsidə cücənizi göndərirəm, Allahın izni ilə. Kim istəsə zakaz versin, nömrəmiz də aktivdir. 2 dənə də nömrə qoymuşuq. Nömrələrlə əlaqə saxlayın. Ünvanımız da Yeni Romanıdır. Yəni, bizi də bəyənib, takip eləməyi də unutmayın. Sonra rəylərinizi yazın. Nə bilim, görək kim öldürüb, kim saxlayıb, kim neyiniyib, onları da bilək. Allahın izni ilə. Allah köməyimiz olsun inşallah. Hər kəsin canını sağ eləsin. Bizə baxanlar, bəyənənlər, bəyənməyənlər. Sizləri Allah Taala var eləsin. Cücələri saxlayırsınız, bax buranın çay başına dönün. Bax bunları biz saxlayırıq. Bax bu cücələri saxlayırıq. Hə, bunları amma satmırıq da. Yəni mən bunları saxlayıram, bura atırıq elə belə. Yekəlir, kəsib. Dünən uşaqlar elə 5-6 dənəsi kəsiblər yekə. Bayaq gördün orada yekələr. Yəni burada böyürlər. Özümüz də kəsib yerik çolpalardan. Allahın izni ilə ehtiyatlı ol. Hə. Bax belə. Allah sizləri yenə deyirəm, var eləsin. Mübariz qardaşımı da çox narahat eləməyin. Deyən ona da çox zəng eləyirsiniz. Qoyulan nömrəyə zəng eləyin. Xahiş edirəm artıq. Altında nömrə yazılacaq. Hə. Nömrənin də altına 2 dənə nömrə qoyacağıq. Biri 050-dir, biri 055. Bir də xahiş edirəm, köynə elanlara baxıb, ayın tarixinə baxın ki, bugün bir də artıq dərəcədə xahiş edirəm. Bu reklamı ki biz çəkirik də, bu videonu çəkirik. Burada mən buna 1.80 deyirəm. Buna 1.60 deyirəm, buna da 1.40. Axıratan baxın ki, qiymətləri ölçən, təzdən məndən soruşmayın ki, sən onu neçəyə verirsən, nətər verirsən. Yəni bunları mütləq və mütləq eləmək lazımdır. Ən birinci bunu eləmək lazım. Bax bu əlimdəkini ki, istilikdir. Bu 1 manatdır. Gedin Liboy bir yerdən alın, gətirin qoyun cücənin bir ayağının altına. Nə böyük şeydir. Yəni gedib bir elə pul verib cücə alırsınız da. Əziyyət çəkirsiniz, zulüm çəkirsiniz, gedib pul qazansınız, verib cücəyə öldürməklə deyil ki. Ona görə də xahiş edirəm ki, alın bundan. Cücə, yeri isti oldu, cücəyə heç bir problem yoxdur. Bir də serebris yemi verin, mütləq və mütləq. Kimin də nəsə bir problemi olsa, WhatsApp-ma yazsın. Da cücə təmiz öləndə yox da, bir dənə, 2 dənə gördün cücənin problemin var. Naxadı mənə deyirsən, həmən dəqiqə. Mən sizə dərman atıram, gedirsiniz, alırsınız. Həmən dərmanı, iminli o dərmanı alırsınız. Cücənizdə ölmə qətiyyən olmur. İndi biz saxlayırıq da,
sürü ilə çolpa saxlayır. 5000, 6000 çolpa saxlayır. Hətta biz də qıras deyilik ki. Ona görə də hamınızı xahiş edirəm, diqqətli olun. Təşəkkür edirəm. Var olasınız. Hər gündən yenə çıxışlarımız var.